Mən ofisiantda işləmişəm. Mən evdə təmizləmişəm. Mən bugün utanmıram. Niyə də utanmalısınız? Utanmıram qətiyyən. Ofisiant işləmişəm. Bu yaxından onu da deyim, həmin işlədiyim obyektdən bilməyiblər mənə. Mənə reklam təklif eləmişdilər. Bilməyiblər. Sizin əvvəl işlədiyiniz yerdən? O həmin şəxs vicdanımla özü baş-başa qalsın. Qış ayı idi, çox soyuq idi hava. Axırıncı 2 manatım iş axtarmaq üçün çıxmışam. Gəldim, mənə də həftə sonları sərf edirdi. Çünki həftə içi uşaq mənləndir. Həftə sonları atasında olduğuna görə axırıncı 2 manatımla mən gəldim, girdim restorana, dedim, mənə gündəlik iş lazımdır. Əmək haqqı da 20 manatdır. Dedilər, əgər işləsən, yəni təbii ki, buradan çayboy olarsa, götürərsən, olmasa da 20 manatdır. Əlimdən düşdü 3 dənə boşqab sındı. O boşqabların pulunu oradan çıxdı. Əhmədlidən də Hövsana taksi yazdı 8 manat. Mən 6 manat, haradasa 7 manat belə pulla gəlmişdim və o qədər ağlamışdım. Gecə saat 1 idi, evə gəlmişdim, ayağımı soyundum, suluq, ayağım yapışıb krasovkanın içinə. O 6 manatla həqiqətən bir fikirləşdim ki, mən bunu nə edəcəm? Nə edə bilərəm də, yəni heç bir şey. Bilmirəm, evə bazarlıq mı edeyim, kommunalımı verim. Çox çətin. Və həmin obyektin sahibi haradasa 1 ay bundan qabaq zəng elədi mənə. Mən soruşdum hansı obyekti, baxdım o. Dedi, bəs mən tanımır. Dedi, bəs gəlin bizi reklam edin, nə qədər olacaq, belə elə. Dedim, siz filan kəs müəllimsiniz? Dedi, bəli. Dedim, yadınızda o vaxtı siz mənim o 3 manatımı kəsdiniz, 6 manat cəm üstündə pul. Siz olsunuz. Dedim, hə, oyam. Dedim, gəlmirəm. Dedi, niyə? Dedim, bax elə şeylərə görə.